BMW də nədir? Gidin Mercedes halanı sürün. Bağla, bundan sonra avtoblog həyatımız sonlandı. Bugün sizin üçün 2021-ci il istehsalı bir dənə G21 çəkirəm. 330i, yəni plug-in hibrid avtomobil. Təbii ki, bu plug-in hibridin də gücü var, mühərrikin də bir gücü var. Nə qədər olsa 2 litrlik turbo mühərrikdir və avtomobil inanılmaz dərəcədə dinamikdir. Təmiz Nemkadır maşın. Sükanı, oturacaqları, hətta Shadow Line paket var. Təsəvvür edin ki, doğrudan da marketinq yaxşı şeydir də. Bildiyimiz qapı çərçivəli tünd qapı çərçivələrdir. Bunu BMW reklam edir. M Shadow Line. Yəni bu, hətta belə bir açıqlamada verirlər ki, avtomobili daha sportiv, daha intensiv göstərir. Sürüş və dinamizm istəyirsinizsə, bu maşındır. Yox, komfort istəyirsinizsə, maşının içindən qəşəng ağ sarışqada, ağ belə qara pencəkdə, qalsuda düşmək istəyirsinizsə, onda gedin bir dənə Y-Class alın, qoyun ayağınızın altına. Təbii ki, indi S-Class ala bilərsiniz. S-Class-da gərək arxa oturacaqdan düşəsiniz. Avtomobilin LED adaptiv fənərləri, gündüz işıqları, ön parktroniklər. Gəl BMW deyə bu plug-in hibridsən sən. Neujeli nədir? Neujeli nə əcəb? Sağ ol səni. Nə əcəb? Bura bir dənə bir kamera qoymursan sən. Nə deyə bir 300-500 evrodur da, onu qoy da ora. Hətta onun maya dərisi 300-500 də deyil. BMW deyə indi qaldırıblar da qiymətini. Arxa parktroniklərimiz var. Zolağa nəzarət və zolaqdan çıxma xəbərdarlığı var. Ondan sonra səhv etmirəmsə, hətta distronik də olmalıdır avtomobildə. Aktiv radiator barmaqlığı var. Yəni mühərriki soyutmaq lazım olanda bunlar avtomatik açılır, mühərrik soyuyur və bağlanır. Bu da avtomobilin aerodinamikasına daha yaxşı təsir eləyir. Bax, bir dənə bax, qabağa. Şo. Kapotun altında 2 litrlik 288 at gücü və 420 Nm tork hasil eləyə bilən turbo bir mühərrikimiz var. Onun da yanında plug-in hibrid. Bu 288 at gücü plug-in hibridlə birlikdədir. Yəni kombinə olunmuş tandem versiyada. Avtomobilin çox mükəmməl çəkmə qabiliyyəti var, çəkim qabiliyyəti var. Özüm biraz sürüdüm, baxdım. Və çox əla dinamikası var. Əlavə olaraq avtomobilə 10,4 kW-lıq bir batareya quraşdırılıb. Həmin batareya sizə yay aylarında, hava isti olanda, maşın yüngül olanda təxmini 50 km-ə qədər məsafə verə biləcəkdir. Qış aylarında hava soyuq olsa, hətta maşın ağır olsa, bu baxır vəziyyətə, 25-30 km məsafə verəcək yalnız elektriklə. Plug-in hibridlə yanacaq qarışıq, ortalama sərfiyyatı 1,5-1,7 litr olmalıdır. Təbii ki, 95, minimal 95. 1,5 litrə 95 vurun da. Amma hibrid və yanacaqla, yəni batareya, plug-in batareyası işləməsə, sərfiyyatı ortalama 4,5 litr olacaq normalda. Amma mən inandırım sizi, Azərbaycanda elə bir BMW yoxdur ki, onu 4,5 litr sərfiyyatla sürsünlər. Minimal sərfiyyat 8 litrdir. Niyə görə? Çünki bu logo var abi. Bu adama deyir ki, məni sür. Məndən həzz al. Həmin o 10,4 kW-lıq batareyanı bu hissədən doldura bilərsiniz. Ev elektrik enerjisindən qoysaz, bu 8 saata tam dolacaq. Axşam evə gəldin, maşını saldın qaraja, orada elektrika qoşdun, səhərə qədər doldu, durdun elektriklə getdin işə. Mən gündəlik maşın sürmə limitim 20-25 km-dir. Yəni mənim üçün bu 1-2 gün elektriklə bəs eləyər yay aylarında. Qışda bir gün bəs eləyər. Nə tərsi olub sarıya dönüb onu bilmirəm. Neçəli disklərdir burada? Vento təkərlərdir, 225-40-19 ön təkərlərdir. Arxa təkərlər biraz fərqli olmalıdır. 255-35 R19-da arxa təkərlərdir. BMW-nin öz idman üslublu əlverişlikləridir. Avtomobilin sürətlənməsini düşündükləri qədər onun dayanmasını da düşünüblər. Ona görə də belə bir sistem quraşdırırlar. Ventilyasiyalı əlverişliklərdir. 19-20 yaşım olsaydı deyərdim ki, əşi, Touring niyə maşın olur? Touring maşındır. Amma indi artıq yavaş-yavaş Touringi sevməyə başlayıram. Bəlkə də ya günün tələbi dəyişir, ya da mənim zövqüm dəyişir. Amma doğrudan da avtomobil çox qəşəng görünür, çox maraqlı görünür avtomobil. Ona görə də Touring xaraşo. Həm şüşə açılır, həm də
elektriklə yük yeri açılır. Yük yeri də genişdir. Mən deyərdim bir rahat bir 400 litr, 450 litr var. Dəqiq məlumatı bilirsinizsə aşağı kommentlərdə gözləyirəm. Şarj aparatı da buradadır. Burada ayaqqabı satırıq. İstəmirsiniz, reklam eləməyək, amma zarafat edirəm, satmırıq. Prosto avtomobilin sahibinin o qədər çox ayaqqabısı var ki, karapkalara yığıb bura. Sən bu ayaqqabıları həftəlik dəyişirsən də, gündəlik dəyişirsən. Hər həftənin gününə görə, hə? Hətta mən yenə yaxşı deyirdim. Adam günorta üçün başqa ayaqqabı geyinir, günortadan sonra başqa ayaqqabı geyinir. Bu həyatın adını nə qoymusan ümumiyyətlə? Nə həyatdır bu? Qaqa bir dənə BMW almışam, G30, burada bir dənə M vurum, aşağıda bir dənə klapan qoyum, eybəcər bir səs çıxarsın, o deyil. Tərbiyəli bir dənə səsə bax. Elə bir alicənab bir ailədən bu qədər fincanda kofe içən ailələrdən çıxıb gəlibdir bura. Çox gözəl bir səs verir. Səs boğucu başlıqları M-dəndir təbii ki. Çox güman ki, bu da sonradan yapışdırılmadır deyə düşünürəm, amma yenə də avtomobildə o M-dən bəzi atributları görürük. Minimal 95 tələb edir. Qətiyyən 92 tökməyə cəhd eləməyin. Hələ bu Nemka da yenə də 95 tələb edir, çünki bunun lazımı, norması budur. 92 töksəz maşına deyəcək ki, qaqaş, məni qoy burada, sən get. Görüm, neyniyirəm mən. Keçək məncə avtomobilin interyerinə, interyerini danışmanın əsl vaxtıdır. Bu maşında arxada oturmaq adama qəribə gəlir. Yəni, bu maşında arxada oturmaq üçün deyil də, olar bir dostlarla harasa gedərsən, onda arxada otura bilərsən, o da məcburiyyətdən yer olmadığı üçün. Amma bu maşın konkret arxada oturası maşın deyil. Burada zavod istehsalı pərdələrimiz var ki, gündən qoruna bilək deyə. Bu qəşəngdir və ən bəyəndiyim 2 dənə Type-C port var. 3 zonalı klimat kondisionerdir, 2 zona burada, 1 zonası burada. Arkada əlavə olaraq ayrı bir panel quraşdırılıb ki, dərəcəni arxa sərnişinlər üçün özünüz ayarlaya bilirsiniz. Dərəcəni və kondisionerin istiqamətini. ISOFIX-in təchiz olunan oturacaqlardır. Qaldı ki, oturacaqlara təbii ki, çox rahat. Sadəcə bir şey hiss eləmişəm mən. Bilmirəm onu siz də hiss eləmişsiniz yoxsa yox. Elə bir bunlar sonradan çəkilmə dəridir. Amma avtomobil yəni az yürüyüşü var, cəmi 61 min yürüyüşü var. O dərin iyisini hiss eləmirsən. Məsələn 2010-2011-ci ilin maşının Mercedes-in BMW-dən söhbət gedir. Qapısını açanda bir dənə dəridən bir iyi gəlir adama. Adama çox xoş gəlir. Amma burada nəsə elə bir o deyil, o iyini hiss eləmirsən. Təbii ki, belə bir texnoloji innovasiyanı, texnoloji yeniliklərlə dolu bir BMW-də açarsız daxil olmaq, kör zona sensorları və start-stop da var. Olmazsa olmazdı. Rəqəmsal alətlər panelimiz var. Sürücü oturacağı həm elektron tənzimlənən, həm yaddaş paketlidir. Ön oturacaqlar elektron tənzimlənəndir, qızdırıla biləndir. Amma ventilyasiya çox təəssüf ki, yoxdur. Hələ də komplektasiya məsələsidir. BMW Connect var burada. Ondan sonra əl hərəkəti ilə işarə varmı? Yox, yoxdur. Sadəcə toxunmalı touchscreen bir monitordur burada. Apps var, GPS, CarPlay, bunlar hamısı mövcuddur. BMW Assistant rəqəmsal alətlər panelindən danışdım. E-Drive burada görülür. Burada rejimlər var. Sport, hibrid və elektrik. Sporta qoyursan. Ondan sonra buradan ekstra busta qaldırırsan. Maşın həmin dəqiqə mühərrik işə düşür və gələn səsə bax. Avtomobili oturanda sürən adama məni sür deyir. Həqiqətən belədir. Yəni elə bir tırka verir maşında adama. Oturacaqlar idman stillidir, sükan idman stilli M sükandır. Panoramik tavanımız var burada. Ondan sonra burada sos düyməsi var. Burada Black Piano detallardır. Multimedia hamısı həm multimedia, həm də klimat kontrol ön panelə yerləşdirilib fiziki düymə olaraq bu çox əla bir şeydir. Çünki sürüş zamanı sən barmaqları hiss eləmirsən. Amma fiziki düymələri hiss eləyə bilirsən. Hansı hardadır? Barmaq yaddaşı əsasında deyirəm. Sürət, yol hərəkət sürət nişanlarını tanıma sensorları var. Dediyim kimi zolaq tanımadır, zolaqdan çıxma xəbərdarlığıdır. Öndəki avtomobillə məsafə saxlamadır. Piyada gördüyü zaman ani əyləcləmədir. Bu kimi bir çox BMW assistant paketlər, bir çox sürücüyə köməkçi sistemlər mövcuddur. 0-dan 100-ə sürətlənməsi bu ceyranın cəmi 5,9 saniyədir. Düzdür, bu
dəhşətli bir performans deyil 5,9 saniyə, amma yenə də yaxşıdır, şəhər şəraiti üçün əladır. Ən çox xoşuma gələn avtomobildə M aerodinamika paketidir. Avtomobilin stabilliyini, dinamikasını qoruyur. Ümumilikdə Mercedes BMW davası nə vaxtsa bitəcəkmi, bunu bilmirəm. Amma mənim fikrimcə həmişə belə olub. Mən Mercedesçiyəm. Rahatlıq, komfort axtarırsansa Mercedes AMG seriyalarını qoyuram qırağa. Amma yox, dinamika və yaxud sürət və yaxud nə bilim bir həyəcan, adrenalin axtarırsansa bu BMW-dir. Fərqi yoxdur. M paket və yaxud adi stok mühərrik yenə də həmin o BMW-də onu hiss edə bilirsən. BMW alıcıları BMW-ləri alarkən sırf dostum BMW sürür deyə almayın. Elan saytlarında bilirsiniz nə qədər BMW var. Nəysə, videonu bəyənməyi, paylaşmağı, dostlarınızla tövsiyə eləməyi unutmayın. Mən də gedim sizin üçün başqa avtomobillər axtarışında olum. Hələlik, salamat qalın.